Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Quran-ı Kərimdə xof və huzunla bağlıdır. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Müəllim, xoş gəlmisiniz. Selamun aleyküm, xoş gördük qardaş. Müəllim, Allah Teala Quran-ı Kərimdə hansı yerdə xofdan və huzundan söz açıb və bunların mahiyyəti nə qədərdir? Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Və bihi nesta'in innehu xeyru nasirin və mu'in və sallallahu ala rasulihil amin. Amma ba'd, Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Bi haqqi Fatimə və əbiha və ba'liha və baniha və sirril müstəvdə'i fiha. Allahümme salli ala Muhammed və ali Muhammed. Çox sağ olun qardaş, sual üçün və bizim əvvəl çəkilişlərimizdə də elə mövzumuz Quranla bağlı bəzi araşdırmalar olmuşdu. Və çalışdığımız qədər Quran-ı Kərimin məxsus toxunduğu mövzular, məxsusən onlar ki, xitab olunub və yaxud məsələn onlar ki, xüsusi bir heyvanatdan bəhs açıb, bunların özünə məxsus, məsələn, proseduru, həyat tərzi, bunlarla bağlı bəzən danışmışdıq. Bir neçə gündə ömür vəfa eləsə, Quran-ı Kərimdə xof və huzunla bağlı olan məsələlər. Baxın, Quran-ı Kərimdə bəzi xoflar və huzunlar mədh olunur. Yəni, nə mənada mədh? Yəni, o insana məzəmmət olunmur. Amma əksər xoflar ki var, Quran-ı Kərim onları məzəmmət edir. Biz vaxt olduqca onların bəzi mətləblərini danışacağıq. Məsələn, o yerdə ki, insan qəmgin olar, o yerdə ki, insan huzunlanar. Əgər o qəm və huzun bir insanlığa olan zərər müqabilində olsa, bunu Allah bəyənər. Bu insana yaraşan bir işdir ki, insan qəmlənər da insan ölüm üçün. Həzrəti Peyğəmbər hətta Peyğəmbərin özünə müxalif bir adamın ölümünü ki gördü, cənazəsini ki gördü, bir növ qəlbi riqqətə gəlmişdi. Ki, mən yadımdadır verilişlərin hansısa birində bu rivayəti demişdim. Səhabə deyir, mən Peyğəmbərdən soruşdum, ya Rəsulallah, axı buna görə niyə belə halınız munqəlib oldu, niyə halınız dəyişdi? Bu ki, heç sizin dini qəbul eləmədi, bu ki, sizə müxalif öldü. Amma Rasulullah buyurdu ki, elə mənim riqqəti qəlbim budur ki, qəmgin olmağım budur ki, çöhrəmin dəyişməyinə səbəb budur ki, kaş bu haqqı və həqiqəti tanıyıb dünyadan köçəydi. Çünki Peyğəmbər həris idi insanların hidayətinə və insanların hidayətini sevirdi. Hidayət üçün Peyğəmbər əlindən gələn hər nə olsa eləyirdi ki, insan hidayət tapsın, insan düz yol tapsın, yaşasın. Zaten Allahın elə Peyğəmbərləri göndərmək məqsədi də bundan ibarətdir ki, insanlar o nümunələri görsünlər. Bilirsiniz də, Allahın əmrləri və nəhiyləri bir kətbi formadadır, yazı formasında bir zahiri, bariz nümunəsi insanların yaşayış tərzi ilə təqdim olunur. Allah Peyğəmbərləri, ənbiyanı, o cümlədən məsumları, görürsən, insanların o qanun ki yazılıb kitab halına, onun əməli formasını göstəriblər. Həzrəti İmam Hüseyin əleyhissalamın qiyamına bax, Quranda nə qədər şücaət ayəsi var, nə qədər Allahın dininin qorunma ayəsi var, Allahın dininin hifzi ayəsi var, Quranda nə qədər İsar ayəsi var, candan keçmə ayəsi var, Quranda nə qədər məsələn əxlaqi ayələr var, Quranda nə qədər ədali ayələr var. Baxırsan, bir Həzrəti İmam Hüseyin əleyhissalamın qiyamında hamı sözünə yer alıb. Yəni, Allah bunun göstəricilərini də göndərməlidir. Tək bu qanun şəklində kitabda qalmaq üçün deyildi ki. Məsələn, eynən də bu xof məsələsi, huzun məsələsi. Yəni, hansı huzundur ki, görürsən, onu Allah bəyənər. İnsan görürsən, bir insanın vəziyyətinin düşdüyü halından nə olar? Hüzunlanar. Həzrət Peyğəmbər Əmmarın anası Süməyyə xanım, atası Yasiri ki, gözü qabağında şəhid eləmişdilər. Peyğəmbər zahirən o zaman bunların yanından ötüb keçmişdi və cümləsi də bu olmuşdu ki, behişdə görüşərik. Amma Peyğəmbər buna nə qədər huzunlanmışdı, nə qədər qəmlənmişdi.
Yəni bu huzun, bu qəm Allahın istədiyi bir şeydir. İnsanın o qəlbinin rəhmindən xəbər verir. İnsanın qəlbinin mülayimliyindən xəbər verir. Yəni qəsavət bağlamayan qəlbin nişanəsidir bu huzun, bu qəm. Ki Həzrəti Əli əleyhissalamın barəsində ravi deyir, Həzrət Səlman deyir, mən gəldim Həzrət Əli əleyhissalama dedim ki, ya Əli, gördüm ki, küçədə qəmbəri vurdular. Qəmbər Həzrət Əli əleyhissalamın qulamı idi. Bir qulamı idi Həzrət Əmir üçün. Deyir, gördüm, dedim ki, ya Əli, qəmbəri vurdular. Deyir, baxdım Həzrəti Əlinin çöhrəsi dəyişdi. Bir neçə gün görüşmədi mənimlə. Bir neçə gündən sonra görüşəndə dedi, Səlman, sən bilmirsən, qəmbər mənim əzizimdir. Həzrət Əmirin deyir, qəm qüssə çöhrəsindən yağırdı. Qulamın vurulmağına nə qədər ürəyi dözməmişdi. Neçə gün Səlman deyir, Həzrət Əmir əl-Müminin bizlə görüşmədi. Qəlbi riqqətə gəlmişdi. Qəmlənmişdi, huzunlanmışdı ki, Səlman, yəni qəmbərimi vurdular. O qəmbər ki, Həzrət Əmir əleyhissalam üçün canın qurban elədi. Bir qulama bax, özün böyük hesab eləyənlər, özün İslamda hər hansı bir belə bir xüsusi titula mı belə deyim bu ifadə ilə malik olan görən insanlar heç bir dərdə dəymədilər. Amma qəmbərin həyatı Həzrət Əmir əl-Müminin üçün nə qədər, Həzrət Əmir əleyhissalam üçün nə qədər dəyərli idi. Qəmbərə vurulan bir, deyərlər, bir şillə, qəmbərə olunan bir əziyyət Həzrət Əmir əl-Müminin qəlbin qəmləndirmişdi. Baxır, nə üçün qəm? Bəzi qəmlər var, dünya üçündür. Ki, biz gələcək verilişlərimizə o barədə danışacağıq. Ki, Allah mütəal bunu tamamən qınayır. Yəni, bizdə qınaq deyərlər də bunu məzəmmət edir ki, axı, nə üçün qəmlənmirsən? Bir zaman keçən dəfə yadınızdadırsa biz verilişlərin birində Qarundan danışmışdıq. Fironun vəzirindən. Cəmaatın Qarunun həyatına baxıb qəm yeməyi nə idi? Qarunun əlində olanlara bir döv, belə da o qədər bir həsəd edirdilər. O qədər bir xüsusi diqqət edirdilər. Könüllərini elə bağlamışlar Qarunun əlində olanlarına. Qəm yeyirdilər, hər gün görürdülər, əlləri çatmırdı, qəm yeyirdilər. Ömər Sədin Kərbalada törətdiyi, əmələ gətirdiyi cinayətin səbəblərindən biri nədir? Əli çatmırdı rey mülkünə, hər gün qəmlənirdi, huzunlanırdı. Həyat bunun gözündə tamamən öz mahiyyətini itirmişdi. Nə alə, nə övlad, heç kim Ömər Səd üçün artıq bir dərdə dəymirdi. O qədər ki, fikrin yönətmişdi, nə olsun? Həmən o rey mülkünün hakimi olsun. Tamamı qəlbin qəm bürümüşdü, hüzun bürümüşdü. Ta ona çatmağı, o qəlbi ki, tamamı hüzun və qəmlə əhat olunmuşdu, ona çatmaq üçün Peyğəmbər balasının, yeryüzündə Allahın höccətinin, İmam Hüseyin kimi, Hüseyin İbn Əli kimi bir şəxsiyyətin başının kəsilməyinə də, əhli əyalının əsir götürülməyinə də olsa, buna rizayəti oldu. O qəmin aradan aparsın. İnsan o şeyləri, qəmi qəlbinə alsın ki, o qəm insanı Allahla düşmənçiliyə aparmasın. O qəm insanların Allahla öz arasında münasibətən düz sərgiləsin. Baxın, hansı qəmlər? Quran-ı Kərimdə biz vaxt olsa verilişlərdə bu barədə danışacağıq. Quran-ı Kərimdəki qəmlər müxtəlif hissələrə bölünür. Dünya ilə bağlı olan, o təmənna olunub ələ çatmayan qəmlər məzəmmət olunur. Və bu işin axırı cinayətdir, bu işin axırı rüsvayçılıqdır, bu işin axırı məğlubiyyətdir. O qəmlər ki, insan qəmlənər, o huzunlar ki, insan huzunlanar, bu insanlığa əgər yanan can müqabilindədirsə, Allah bunu mədh eləyir. Xoşu gəlir Allahın o qəlbidən ki, o qəlb insanlıq üçün neyniyə? Ağlıya, huzunlana. Həzrəti İmam Sadiq əleyhissalam buyurur ki, bir nəfər ravi deyir, mən gəldim İmam Sadiq əleyhissalama dedim ki, ya ibn Rəsulillah, ay Peyğəmbərin balası, İmam, mənim bəzən qəlbim huzunlanır, qəlbim elə bir kövrəlir. Amma bəzən səbəbini tapmıram. Heç bir dərdim, müşkülüm də yoxdur. Bu qəlbimin bu kövrəlməyi, bu qəlbimin sınmağı, bu huzunlanmağı, bu qəm nədir? Həzrət Əmir əl-Müminin, Həzrət İmam Sadiq əleyhissalam 2 dənə məsələ sayır. Bir budur deyir, sənin mömin qardaşların, müsəlman qardaşların, müsəlmanlardan hər kimsə, yəni bir müsəlman, ya bir mömin, onun bir çətinliyi var, bir giriftarçılığı var, bir əziyyəti var. Onun o ağırsın, acısını sən hiss edirsən. İkinci budur ki, bəzən insan qəmlənir, qəminin səbəbini tapmır. İnsan əbədiyyət üçün darıxır, çünki bu dünya üçün yaranmayıb. İndi mən
oxumuram o ayələrdən ki, hər verilişdə o ayələrdən birini oxuyacağıq. Həm məzəmmət olunan qəmlər, həm mədh olunan bəzi qəm, xoflar. Ki, bəzi xoflar var, Allah istəyir insan xof eləsin. O xof ki, Qurani Kərimdə bəyan eləndi, ona o xofa deyərlər ki, o Allahın məhəbbətini itirməkdən qorxan qəlbin xofudur. Deyərlər, məsələn, Allahdan qorx, təqvanın zahiri mənasından biri, bu da Allahdan qorx. Allah qorxuducu varlıq deyir ki, onun məhəbbətini itirməkdən qorxmaq, onun hüquqlarını pozmaqdan qorxmalın. Bu xofu Allah bəyənir, o rivayətlərdə var. Qiyamət günü bütün gözlər ağlayar, istisna vurur məsumlar. O gözlərdən başqadır ki, onlar Allahın xofundan ağlayarlar. İndi baxsan, bu xoflar da var ki, biz zaman olduqca onların barəsində nə edəcəyik? Hissə bə hissə, inşallah danışacağıq. Mənim Tövbə surəsindəki 40-cı ayəsindəki hüzün kəlməsindən söhbət gedir. Burada məqsəd nə idi? Baxın qardaşım, Tövbə surəsindəki 40-cı ayə bildiyimiz kimi Peyğəmbərin hicrət mövzusudur. Ki, bilirsiniz, o zaman müşriklər qərar qoymuşdular Peyğəmbəri Məkkədə öldürsünlər. Özdə tədbiri çox geniş tökmüşdülər. Hər hansı bir qəbilədən bir nəfər Peyğəmbəri öldürsə, bu müşkül olardı. Baxın, necə geniş miqyaslı bir tədbir tökmüşdü küfr əhli. Biri bundan ibarət idi ki, hər qəbilədən gənclər olmalı idi orada. Çünki Peyğəmbərin sabah dünyadan köçəndən sonra bunların planları baş tutsa, Peyğəmbər dünyasını dəyişsə, Peyğəmbəri öldürsələr, əgər Bəni Haşim birdən qan tələb eləsə, hər hansı bir qəbilə ilə düşmənçiliyə qüdrəti çatmasın. Hər hansı bir qəbilə ilə ki, məsələn, istəsə düşmən ola, bunun qisasını ala, bir qəbilə olmasın. Hər qəbilədən gənclər təşkil eləmişdilər ki, məsələn, bir neçə qəbilənin müqabilində Bəni Haşimin də daha qüdrəti olmaz neynəsin? Müxalifət eləsin, onlarla düşmənçi eləsin. Bunun müqabilində də qan pulu nə qədərdir? Neçə dəvənin miqdarıdır ödəyərək qurtarar. Bu bir, bunların müşriklərin özləri nə idi? Bir xüsusi tədbir idi. Həmən bu Tövbə surəsi 40-cı ayədə bu mövzu ilə əlaqədərdir ki, mən istəyirəm oradan elə müqəddiməsini deyəm. Həzrəti Peyğəmbər çıxdı Məkkədən. Ki, bir nəfər də özü ilə Peyğəmbərlə çıxmışdı. Əsli tarixin sənəti əsaslı şəkildə budur ki, Peyğəmbərlə o adam yolda rastlaşmışdı. Peyğəmbərlə o adam yolda rastlaşmışdı. Ki, Peyğəmbər onu özü ilə götürmüş ki, heç bir iz bilinməsin. Gəlirlər o Sor mağarasına. Həmən o mağaradakı Peyğəmbərlə qalırlar. Burada məsələ hansı hüzunla gedir? Peyğəmbərin nigarançılığı var idi, Peyğəmbər hüzunlanmışdı. Ya nə idi burada məsələ? Ki, o hicrət günü ki, təyin olundu özdə Həzrəti Əmirəl-Mominin Peyğəmbərin yerində yatdı orada. Ən çətin iş bu idi. Peyğəmbərlə həmsəfər olmaq bir şey deyildi ki, o qədər. Çünki yoldan zaten Peyğəmbərlə bunlar rastlaşmışdılar, Peyğəmbər özü ilə bunu şəhərdən çıxartmışdı. Təhlükə Həzrəti Peyğəmbərin yerində yatmaq idi. Çünki Peyğəmbərin gedişindən xəbərləri yox idi, amma yatışından xəbərləri var idi. Düzdür, gənclər Peyğəmbərin evinin mühasirəyə almışdılar. Ha? Ki, onu mütləq şəkildə bu gecə iş tamam olmalıdır. Bir neçə dənə yer var ki, məxsus İslamın aqibəti dəyişər. İslamın bütün proqramı dəyişər. Ya İslam davam eləyəcək, ya aradan gedəcək. Onlardan biri hicrət vaxtıdır ki, Peyğəmbərin yerində. Bu işdə də Həzrət Əli əleyhissalam yatıb. Ki, Peyğəmbərin ömrünü sona çatdırmaq istəyirdilər. İkinci məsələ Xəndək müharibəsi. Bütün əhzab cəm olub, bütün qoşunlar, nifaq əhli, digər dinlər, müşriklər, bütpərəstlər hamısı cəm olub, hizbilər, o qoşunlar ki, cəmlərim nə olsun? Peyğəmbərin dini aradan geçsin. İki dənə bu xüsusi mətləb ki var. Biri hicrət günü Peyğəmbərin yatağıdır. Biri ki, həmən Xəndək məsələsidir. Allah bu iki fəzilətin ikisini də haşiyə cümləsi deyim ki, Həzrət Əmirəl-Momininə nəsib eləyib. Həzrət Peyğəmbər deyildi ki, əmoğlu, xoş halına, hara gedirsən, xeyir sənləndir. Bəzən görürsən, haşiyədən çıxsam da qoy bu mövzuları deyim da, elə deyilməmiş qalmasın. İnsan bəzən xeyir işlərə görsən vəsilə olur. İnsanıq da biz bəzən yoruluruq ki, niyə bizə məsələn müraciət edirlər, niyə mənə zəng eləyib deyiblər, niyə mənə sifariş eləyiblər. Biz bəzən başa düşmürük ki, bizim bunlara ehtiyacımız var. Bizim ehtiyacımız var. Əgər sənin bir müşkülün, bir dərdin, bir məsələn, əgər bir çətinçiliyə düşüb, müraciətin mənə olubsa, səndən çox mənim ehtiyacım var. Yaxşılığı eləyəm, Allah məni bu xeyirdə vəsilə eləsin. İnsan var, görürsən, ömrün tamam eləyir, neçə il ömür yaşayır. Bir dəfə heç kimin bir xeyir işində vəsilə ola bilmir.
Bu bədbəxtçilikdir ya. İnsan bunu başa düşmür ki, bu Allahın nəzərindən çıxmaqdır. Allah qismət eləmir ki, sən bir adamın işində yardımcı olasan. Bəzən də görürsən, insanların yardımçılığına Allah şərait yaradır. İnsan bəzən düşür qəflətə. Görürsən, gileylənir. Bəzən dost-tanışın müşkülündən, bəzən ailənin müşkülündən, qohumun, əqrəbanın müşkülündən gileylənir. Amma bəzən işin həqiqətinə baxsaq, baxarıq ki, bizim onlara ehtiyacımız var. Sən demə, bu qapıları Allah bizə açıb. Bu xeyir bizim əlimizdən təqdim olunsun. Hə? Həzrəti Peyğəmbərin o məsələsi çox çıxmayayım haşiyədən kənara, bu mövzuda ayrıca qismət olarsa danışarıq. Həmən o hicrət günündə, o çətin məsələdə, o çətin xüsusi mövqeydə Həzrəti Əmir Əl-Müminin yatdı Peyğəmbərin yerində. Peyğəmbər oradan çıxdı. Gəldi mağaraya. Bilirsiniz də o mağarada ki, Allah hörümçəyi göndərdi. Hörümçək Peyğəmbərin girdiyi o yerin, ağzın, girişin tamamı toru ilə hördü və bir göyərçin gəldi orada yumurta qoydu, üstündə yatdı. O müşriklər gələndə baxdılar ki, buraxıb hörümçək tor qurub burada, bir heyvan burada bala, belə deyim, əmələ gətirmək üçün yumurtanın üstündə yatıb. Yəni, bura giriş-çıxış əlaməti yoxdur, qayıtdılar. Baxın, Allah 2 dənə heyvanın vasitəsilə düşmənin gözünü bağladı. Amma bu mağaranın içindəki Peyğəmbər 3 gün qaldı, o həmən həmsəfəri ilə narahat idi. Peyğəmbər artıq bunun narahatçılığını hiss edirdi. Orada ayə nazil oldu. Ki, nə eləmə? Hüzunlanma. Mən təbərrükən o ayəni də oxuyuram. İlla tənsuruhu fəqət nəsərəhullah. İz əxrəcəhullezine kəfəru. Faniyəsneyn. İz huma fil ğar. Deyir, əgər siz o Peyğəmbərə kömək eləməsəz, bundan qabaqki ayə də o cihad mövzusu ilə bağlı ayə idi. Deyir, əgər siz Peyğəmbərə kömək eləməsəz, biləsiz onu Allah özü kömək eləyəcək. Yəni, sizin Peyğəmbərə kömək eləməyiniz sizin özünüzə xeyridir. Onu eləməsəz, İlla tənsuruhu fəqət nəsərəhullah. Əgər sizin Peyğəmbərə yardımınız olmasa, elə düşünməyin, siz yardım eləməsəz, Peyğəmbər yardımsız qalacaq. Xeyr, siz yardım eləməsəz, biləsiz, Allah özü ona yardım eləyəcək. Amma Allah istəyir insanlar bu işi görsünlər. Baxın, bəzən bir hadisələr baş verəndə insan düşünür ki, əgər məsələn bu hadisədə niyə Allah o məzlumlara kömək eləmədi? Hər şey insan fikirləşir ki, Allah bir qeyri-adi şərait yaratmalıdır. Hər iş Allah nə eləməlidir? Qeybidən görməlidir. Bəs insan sənin ixtiyarın onda harada qalır? Allahın bizə verdiyi ixtiyarın qiyməti aradan gedər axı onda. Bəs insan ixtiyarlı varlıqdır ki, nə eləsin? Pisliklərin, yaxşılıqların müqabilində hansı cinahda, hansı cərgədə durmaq lazımdır, onu ixtiyarlı halda seçsin. Hər şey Allah qeybidən eləyəcəkdir. İnsan özü, bəs sənin fəaliyyətin, sənin yolun harada qaldı? Sənin haqqın və batilin müqabilində hansı cərgədəsən? Bu düşüncən harada qaldı ki, bunlar əlbəttə başqa bəhslərdir. Deyir, əgər siz Allaha Peyğəmbərə kömək eləməsəz, biləsiz Peyğəmbər Allah kömək eləyəcək. İz əxrəcəhullezine kəfəru saniyəsneyn iz huma fil ğar. Deyir, o zaman ki, kafirlər Peyğəmbəri nə elədilər? İstədilər xaric eləyələr, çıxardalar. Əslində məqsəd elə öldürmək idi ya. Amma o şərait yaratdılar ki, Peyğəmbər oradan çıxdı. Gəldilər o ikisi həmən o qarda, həmən o mağarada nə elədilər? Qaldılar. İz yəqul li sahibi. O zaman ki, o həmən o Peyğəmbərin həmsəfəri hüzunla narahat idi. Artıq gərgin idi. Mümkündür o daxili gərginlikdən artıq çıxa nə verə? Elan verə Peyğəmbərlə harada olduğunu. Çünki artıq qala bilmirdi. Tamamı qorxu bunu nə eləmişdi? Qəlbini əhatə eləmişdi. İz yəqul li sahibi la təhzən innəllaha ma'ana. Peyğəmbər orada ona dedi ki, o səhabiyə, ondan o həmsəfər olana dedi ki, la təhzən innəllaha ma'ana. Qorxma, Allah bizlədir. Allah bizimlədir. Yəni, niyə hüzunlanırsan? Bu nə qorxudur qəlbinə gəlib? O qədər nigaran idi. Peyğəmbərin artıq bunun nigarançılığından Peyğəmbərin bir mənada narahatçılığı yox idi. Narahatçılıq bu səhabənin Peyğəmbərlə bir yerdə olub bu cür narahat olması idi. Deyir, la təhzən innəllaha ma'ana. Qorxma, hüzunlanma. Allah bizimlədir. Bu məzəmmət olunan hüzundur. Yəni, bu nə yersiz xofdur qəlbinə dolub. Peyğəmbər buna dedi, təsəlli verdi ki, yəni, artıq bir hədd idi ki, mümkündür bildirə yerin. Fəənzələllahu səkinətəhu aleyh.
və əyyədəhu bi cunudin ləm tərəbha. Deyir ki, qorxma, Allah bizləndir. Allah o Peyğəmbərin qəlbinə səkinə, aramçılıq nazil elədi. Və onu sizin görmədiyiniz, görünməyən qüvvələrlə, qoşunla onu neynədi? Qorudu. Həmən o Peyğəmbərə səkinə nazil elədi. Əlbəttə, bunun da bəhsi var. Deyirlər ki, o qəlbinə huzun dolanın səkinəsi idi. Ayədir ki, fəənzələllahu səkinətəhu aleyh. Orada bir nəfərə səkinətəhu demir ki, iki nəfərə səkinətəhuma. Deyir, səkinətəhu. Ohu, o zəmir işarə vəzliyi neynədir? O zəmir qayıdır hara? Bir nəfərə. O kimdir ki, deyir, aleyh və əyyədəhu bi cunudin ləm tərəvha. Həm də onu qoşunla əhatə elədi. Burada söhbət kimdən gedir? Peyğəmbərdən gedir da. O birisinin xofuna səkinə nazil eləmədi ya. O məzəmmət olunan xofuna. Sadəcə Peyğəmbər dedi, la təhzən innəllahə mə'ina. Qorxma, Allah bizləndir. Allah Peyğəmbərin qəlbinə səkinə verdi. Və onu da görünməyən qoşunla Peyğəmbəri neynədi? Qorudu. Və cəalə kəlimətəl-ləzīnə kəfərus sufla və kəlimətullahi hiyəl-ulya vallahu əzizun hakim. Deyir və cəalə kəlimətəl-ləzīnə kəfərus sufla. Kafirlərin Allah kəlməsin, proqramın, bərnaməsin, bütün tədbirlərin alçatdı və kəlimətullahi hiyəl-ulya. Allahın da kəlməsini Allah neynədi? Öz kəlməsini də, proqramını da ucaltdı. Yəni, sənin qorxun bu yersiz qorxudur. Bu hüzun nədir qəlbinə dolub? Allah deyir, kafirlərin kəlməsini alçatdı, özünün kəlməsini, yəni proqramın, kəlmədə məqsəd odur. Özünün o mətləbin, o həqiqətin, o yolun ucaltdı. Vallahu əzizun hakim. Allah həm əzizdir, sınmayandır, qüdrətə malik olandır və həm də hər şeyi hikmətlə yerinə yetirən bir Allahdır. Həmən o huzun kəlməsi, la təhzən innəllahə mə'ana, Peyğəmbər buna təsəlli verdi ki, qorxma, hüzunlanma, yəni sənin bu qorxun səhv qorxudur. Sən ki, Peyğəmbərlə bir aradasan, niyə qorxasan? Bir şəxsiyyət ki, onu vəhiy qoruyur. Bu huzunun kökü nədir görəsən? İmandan doğan bir məsələ ola bilərmi? Sən Peyğəmbərlə bir yerdə olasan, qorxasan. Peyğəmbərlə vəhiy mələyinin qoruduğu bir şəxsiyyətin yanında olasan, buna sığınasan, amma qəlbini huzun götürə. Görəsən, bu imandan qaynaqlanan məsələdirmi? Biz eləyə bilərik bunu sual edək. Hansı böyük şəxsiyyətdir? Peyğəmbərə layiq imanı olan bir adam, Peyğəmbərlə bir halda ola ki, qorxa. Yəni, birdən Peyğəmbər yolunda, o yanında olan, dünyadan köçmək də olsa, Qur'an bunun adını şəhadət qoyur. Bu qorxa hardandır? Bu huzun, bu cəhətdən Allah nə edir? Bu huzunu, yəni bu qəmi, belə deyim də, bu xofu, yəni qınıyır. Bunlar məzəmmət olunan xoflardan biridir. Mən təşəkkür edirik ətraflı izah üçün, bu dəlillər üçün minnətdarıq. Allah razı olsun, qardaş, təşəkkür edirəm. Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərov idi. Növbəti verilişlərimizdə inşallah siz əzizlərin nəzərinə digər mövzularımızla gələcəyik inşallah. Allah əmanət olun və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.